Salam müəllimlər, bu gün izah edəcəyim mövzu təfəkkürün inkişafı və növləridir və bunu da qeyd edim ki, yəni bir çətin mövzu deyil, asan mövzudur. Ümumiyyətlə təfəkkür özü də bir psixi prosesdir və MİQ imtahanında düşmüşdü təfəkkür, diqqət, təxəyyüldən MİQ imtahanına salmışdılar. Təfəkkür deyir ki, yəni burada nədir? Əsasən idrakin inkişaf sahəsinə aiddir və burada qruplaşdırmaq, ayırd etmək, fərqləndirmək, xassələrə bölmək bu təfəkkürə aiddir. Deyir ki, uşaqlar dünyanı fərqli şəkildə qavrayırlar, fərqli şəkildə müqayisə edirlər, fərqli şəkildə dünyaya, məsələn, öz həyatına və yaxud da ümumiyyətlə hər şeyə uşaqların fərqli baxış açısı var. Və burada deyir ki, məsələn, yeni təcrübələr qazanmaqda uşağa valideyn də kömək edə bilər, müəllim də kömək edə bilər, özü araşdırıb da öyrənə bilər. Və təfəkkürün 3 növü var. Əyani əməli təfəkkür, əyani obrazlı təfəkkür, bir də məntiqi təfəkkür. Əyani əməli təfəkkür odur ki, eyni zamanda praktik təfəkkür də adlanır və deyir ki, burada uşaq əşyalarla manipulyasiya edir. Nədir bu? Yəni bir növ Piaget'in hissi hərəkət mərhələsinə də aid olur. Yəni odur ki, uşaq burada yumuşaq əşyaları ağzına salır, əşyaları atır. Daha sonra əşyaların içini məsələn qırıb içinə girmək istəyir, öyrənmək istəyir ki, bu da maraqlı gəlirdi. O əşyanın içində nə var? Yəni bir növ uşağın əlləri ilə etdiyi əşyavi manipulyativ dövr adlanır əyani əməli təfəkkürə. Və yaş olaraq da, yəni uşaq doğulandan 3 yaşına qədər olan təfəkkür növüdür. Və belə deyək, bu deyir ki, məsələn, uşaq əşyanı dəliklərə itələyir, düymələrə basır, əşyalar hissələrə ayırır. Bu yolla deyir uşaqlar təcrübə qazanır və ilk dəfə səbəb-nəticə əlaqələrini qururlar. Məsələn, deyir toplu güclü atacaqlarsa, güclü şəkildə top çox uzaqlaşacaq, amma məsələn, yavaşca atacaqlar, top çox uzaqlaşmayacaq. Bunları öyrənməyə başlayırlar. Sonra gəlir əyani obrazlı təfəkkür. Bu da şəkillərlə, konstruktor, şəkillər olan, məsələn, rəsm, konstruktorla oynamaq kimi fəaliyyətlər burada əyani obrazlı təfəkkürə aiddir və ümumiyyətlə orta qrup, yəni 3-4 yaşa əhatə edir. Şəkillər harda görsəz, obraz harda görsəz, bilin ki, bu əyani obrazlı təfəkkürə aiddir. Sonra gəlir məntiqi təfəkkür. Məntiqi təfəkkürü isə burada uşaq deyir, məntiqi təfəkkürdə 5-6 yaş əhatə edir. Məsələn, 5, 7, 6 belə bu yaşlara əhatə edir və burada biraz iş mürəkkəbləşir. Çünki burada uşaq qruplaşdırmağı, fərqləndirməyi, hissələrə ayırmağı, hissələrə bölməyi uşaq öyrənə bilir. Bu da adlanır məntiqi təfəkkür. Səbəb-nəticə əlaqələrini qurur, sonra əşyanı izləyir, məsələn, səbəb-nəticə əlaqələri izləyir, qavrayır, əqli nəticələr əldə edir. Ümumiyyətlə, təfəkkür məktəbə qədər yaşlı uşağın həyatında çox mühüm rol oynayır. Və bir sözlə deyir, məntiqi təfəkkür bəzən əqli nəticə çıxarmaq və yaxud da ki, sinifləşdirmək, analiz etmək, sintez etmək kimi, yəni növləri də var, hissələri də var. Birinci baxaq müqayisə. Müqayisə nədir? Məsələn, uşağa bir yumru əşya vermişəm, bir də uzun əşya vermişəm. Uşaq bunu müqayisə edir. Məsələn, deyir ki, bu oxşar və fərqli cəhətlərini müqayisə edir. Məsələn, deyir ki, bu əşya uzundur, bu əşya yumrudur. Uşaq belə müqayisə edirsə, məsələn, deyir ki, bir obyekt digərindən nəzərən təyin edilməsidir. Yəni burada deyir ki, fərqli və yaxud da oxşar əlamətlərini burada uşaq deyir. Sonra gəlir analiz. Baxın mənimlə, analiz odur ki, bir analiz qoymaq, belə deyək də. Məsələn, uşağa 9 dənə şirin, məsələn, belə deyək də, meyvə qoymuşam qabağına, bir dənə turş. Uşağa deyirəm ki, bunu bir-bir ye, mənə turş olan meyvəni müəllimiyə ver. Uşaq da bunu bir-bir yeyir, deyir ki, yox müəllimə, bu şirindir, mən o turşu tapmalıdır. Gedir turşu yeyir, görür ki, bu turş meyvədir, məsələn, kivin deyə. Deməli, uşaq bunu analiz elədi. O 9 dənə meyvə, ümumiyyətlə 9 dənə, 10 dənə meyvənin içindən bu turş meyvəni tapdı. Bu olur analiz. Sintez birləşmədir. Sintez, məsələn, yumru əşyaları bir-birləşdiririk, sinifləşdiririk, uzun əşyaları bir sinifləşdiririk, kvadrat olanları bir-birləşdiririk. Bu olur sintez. Sonra gəlir seriyasiya. Seriyasiya balacadan böyüyə və yaxud da böyükdən balacaya artan və azalan sırada düzülmə deməkdir. Məsələn, çox vaxt fikir vermişsiniz, qablar olur, balaca olur, orta boyu olur, sonra ondan biraz böyük olur, sonra ondan da biraz böyük olur. Bu olur seriyasiya. Və yaxud da balaca top, ondan biraz böyük top, ondan lap da böyük top. Bu olur seriyasiya. Sonra müəllimlər, belə deyək də,
Bir də gəlir ümumiləşdirmək. Ümumiləşdirmək deyir ki, burada ümumiyyətlə uşaq bir şeyi ümumiləşdirir. Bütün əşyaları, məsələn, belə deyək də, birləşdirir, ümumi danışır, ümumi fikri yürüdür. Bir də mənimlə hansı qaldı? Bu sıraya davam et və yaxud da bir sözlə adlandır. Dördüncüsü artıqdır. Məsələn, deyir ki, uşağa üçünün də əlaməti və yaxud da ümumiyyətlə 4 dənə şəkil göstər. Üçü eyni olsun, biri fərqli olsun. Uşaq bunu desin ki, bu dördüncü burada artıqdır. Yəni belə izah etməlidir fikrin. Hansı şəkil burada artıqdır uşaqlar? Uşaq da deyəcək bu dördüncü şəkil burada artıqdır. Sonra bir sözlə adlandır. Məsələn belə deyək. Gilə meyvələr. Nə qədər məsələn belə deyək, börtükan yığmışıq, daha sonra tut yığmışıq. Uşaq buna ümumiyyətlə adlandırdı, nə dedi? Dedi, bu gilə meyvədir. Məsələn, moruğu da, məsələn, moruqdur, çiyələkdir. Bunları yığırıq. Bu deyir ki, uşaqlar bu nədir? Bu deyir, uşaq buna ad verir. Gilə meyvə və yaxud da it, pişik, inək, ayı, bunlar birləşdi nə oldu? Heyvan oldu. Bu da olur, bir sözlə adlandır. Sıraya davam etirsə, məsələn,